Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu əziz müsəlmanlar, xoş gördük sizləri. İnşallah bugünkü dərsimizdə deməli biz birinci dərsin Mədinə 1 kitabından birinci dərsin mətn və tapşırıqlarına baxacağıq inşallah. Kanalımızda, YouTube kanalımızda birinci dərsin qrammatikası Mədinə tədris kursu, yəni ərəb dilinin qrammatikası kitabından birinci dərsin qrammatikası izah edildi və YouTube kanalımızda yerləşdirdik. Bugün isə inşallah Mədinə 1 mətn və tapşırıqlar kitabından inşallah dərsləri izah edəcəyik. Birinci dərsin qrammatikasını isə biz deməli izah etmişik və YouTube kanalımızda paylaşmışıq. İnşallah istəyirsinizsə kanala keçid edib oradan qaydanı, yəni videoya keçid edib videonu izləyə bilərsiniz inşallah ki. Rəbbimizdən istəyirik ki, bu video müsəlmanlar üçün faydalı olar inşallah. Vaxt itirmədən gəlin, başlayaq. Dərsul əvvəlu, yəni birinci dərs. Deməli, bu kitab Mədinə bir kitabından mətn və tapşırıqlardır. İnşallah biz bugün birinci dərsi baxacağıq. Birinci dərsin tapşırıqlarına baxacağıq. Deməli, biz birinci dərsdə həzə işarə vəzliyini götürmüşdük. Təkdə kişi cinsində və yaxında olan bir ismi və yaxud bir şəxsi işarə etmək üçün istifadə olunurdu. Həzə tərcüməsi bu deməkdir. Həzə tərcüməsi bu deməkdir. Deməli, bizə burada qısa mətnlər verib, qısa yəni cümlələr verib, biz bunları oxuyub inşallah tərcümə edəcəyik. Gəlin, başlayaq. Həzə beytun, bu evdir. Mən oxuduqca inşallah videonu dayandırıb özünüz də tərcümə edə bilərsiniz. Həzə məscidun, bu məsciddir. Həzə bəbun, bu qapıdır. Davam edirik. Həzə kitabun, bu kitabdır. Həzə qələmun, bu qələmdir. Həzə miftahun, həzə miftahun, yəni bu açardır. Bu açardır. Həzə məktəbun, bu yazı stoludur və yaxud yazı masasıdır. Həzə sərirun, bu çarpayıdır. Həzə kursiyun, bu stuldur və yaxud oturacaqdır. Deməli, buradakı sözlərə baxaq. Beytun ev deməkdir. Məscidun məscid deməkdir. Bəbun qapı deməkdir. Kitabun kitab deməkdir. Qələmun qələm deməkdir. Miftahun açar deməkdir. Məktəbun yazı masası deməkdir. Sərirun çarpayı, kursiyun isə stul deməkdir. Növbəti səhifəyə keçid edirik. Deməli biz birinci videomuzda birinci dərsin qrammatikasını izah etdikdə biz mə sual əvəzliyini götürmüşdük. Tərcüməsi nə demək idi? Yəni qeyri-aqil isimlərlə işlənirdi. Qeyri-aqil isimlər deyildikdə, yəni cansız varlıqlar nəzərdə tutulurdu. Mə həzə, yəni bu nədir? Bu nədir? Və biz bilirik ki, sual əvəzlikləri həmişə cümlənin əvvəlində gəlir. Mə həzə, yəni bu nədir? Kimi tərcümə olunur. Gəlin, burada verilmiş cümlələri tərcümə edək. Mə həzə, bu nədir? Cavabında deyir ki, elə burada cavabında deyir ki, həzə beytun, bu evdir. Əhəzə beytun, bu evdirmi? Deməli, biz burada əlif, yəni sual həmzəsini və yaxud sual ədatını götürmüşdük. Bu əlif ərəbcədən birinci dərsi inşallah qeyd etmişdik, qrammatikanı izah etdikdə. Həmzətul vəsildir, hərful istifhəm adlanır bu ərəbcədən. Hərful istifhəm. Tərcüməsi mami, mumi deməkdir. Burada qeyd edək sizin üçün. Mami, mumi deməkdir. Deməli, biz bu sual həmzəsi və yaxud sual ədatı ilə sual verdikdə, biz təsdiqdə nəam və yaxud inkarda isə lə, xeyr cavab ədatlarından birini istifadə edəcəyik. Burada deyir ki, əhəzə beytun, bu evdirmi? Cavabında da həmən burada qarşısına cavabında da deyir ki, nəam, bəli, həzə beytun, bəli, bu evdir. Sonra
Mə həzə bu nədir? Həzə qamisun. Deyir bu köynəkdir. Həzə qamisun. Bu köynəkdir. Əhəzə sərirun. Yəni burada əlif olmasaydı, həzə sərirun desəydi, tərcümə bu çarpayıdır olacaqdı. Amma burada deməli hərful istifham gəldiyi üçün, yəni sual həmzəsi və yaxud sual ədatı gəldiyi üçün burada tərcümə əhəzə sərirun, yəni bu çarpayıdırmı kimi tərcümə olunacaq. Əhəzə sərirun, bu çarpayıdırmı? Cavabında da deyir ki, lə, xeyr. Yəni inkar edir, deyir lə, xeyr. Həzə kursiyyun, deyir bu stuldur və yaxud kürsüdür, yəni oturacaqdır. Əhəzə miftahun, bu açardırmı? Miftahun, açar deməkdir. Əhəzə miftahun, bu açardırmı? Burada gördüyümüz kimi sual həmzəsi, sual ədatı gəlib. Cavabında təsdiqdə biz nəam və yaxud lə, xeyr cavab ədatlarından istifadə edəcəyik. Deyir ki, lə, xeyr. Həzə qələmun, bu qələmdir. Mə həzə, bu nədir? Həzə nəcmun, bu ulduzdur. Nəcmun, ulduz deməkdir. Nəcmun. Növbəti səhifəyə keçid edirik. Biz isə burada verilmiş suallara cavab verəcəyik. Deməli, burada deyir ki, mə həzə, bu nədir? Cavabında isə biz deyəcəyik, həzə miftahun, bu açardır. Mə həzə, bu nədir? Həzə kitabun, bu kitabdır. Mə həzə, bu nədir? Həzə qələmun, bu qələmdir. Mə həzə, bu nədir? Həzə bəbun, bu qapıdır. Mə həzə, bu nədir? Həzə beytun, bu evdir. Mə həzə, bu nədir? Həzə kursiyyun, bu stuldur və yaxud oturacaqdır. Burada isə, bu çalışmada isə deməli, yenə suallar verib, yenə də cavab verməliyik. Burada deməli, sual həmzəsi, yəni sual və yaxud sual ədatı ilə deməli, bizə sual verib, biz cavabında təsdiqdə, yəni nəam, yəni bəli, ya da ki, inkarda lə, xeyr cavab ədatlarından birini istifadə edəcəyik. Deməli, burada deyir ki, əhəzə beytun, bu evdirmi? Cavabında biz deyəcəyik, lə, xeyr. Həzə məscidun, bu məsciddir. Əhəzə miftahun, bu açardırmı? Lə, həzə qələmun, xeyr, bu qələmdir. Əhəzə qamisun, bu köynəkdirmi? Şəkli belirliyə görəsiniz rahat. Deyir, əhəzə qamisun, bu köynəkdirmi? Nəam, həzə qamisun, bəli, bu köynəkdir. Əhəzə nəcmun, bu ulduzdurmu? Nəam, həzə nəcmun, bəli, bu ulduzdur. Növbəti səhifəyə keçid edirik. Və əziz izləyicilər, deməli sizdən deməli, yəni burada ümumiyyətlə, yəni hansı tapşırıqda hardakı qaranlıq qalan sualınız oldusa, yəni nəyi başa düşmədinizsə, bizlərə fikirlərinizi şərh bölümündə bildirməyi unutmayın. Davam edək inşallah. İqra vaktub, yəni deyir, oxu və yaz. Yəni buradakı deməli cümlələri siz tapşırıq dəftərinizə, yəni sizin tapşırıq dəftərinizi yazmağınızı tələb edir. İqra oxuyacaqsınız və vaktub, yəni yazacaqsınız tapşırıq dəftərinizə. Həzə məktəbun, bu yazı masasıdır. Hərəkələri də sizin üçün qoyaq, rahat olsun. Həzə məktəbun, həzə məktəbun, bu yazı masasıdır. Biraz bunu əgər yazdım. Həzə məktəbun, bu yazı masasıdır. Həzə məscidun, bu məsciddir. Həzə məscidun, bu məsciddir. Hərəkələri qoymayacağım inşallah ki, çünki belə gec kompüter üzərindən işlədiyim üçün hərəkələri gec yazıram. Həzə qələmun, bu qələmdir. Həzə sərirun, bu çarpayıdır. Videonu inşallah ki 10 dəqiqədən çox çəkmək istəmirəm ki, tələbə də izləyərkən yorulmasın, çətinlik çəkməsin. Mə həzə, bu nədir?
Cavabında isə deyir ki, həmin də cavabı buradadır. Həzə kursiyun, bu stuldur və yaxud oturacaqdır. Əhəzə beytun, bu evdirmi? Yəni burada hərfül istifham, yəni sual həmzəsi, sual edatı ilə sual verib. Əhəzə beytun, bu evdirmi? Cavabında isə deyir, lə, həzə məscidun, xeyr, bu məsciddir. Mə həzə, bu nədir? Cavabında isə deyir, həzə miftahun, yəni bu açardır. Davam edirik. Burada isə biz, bayaq burada, gəlin qeyd edək yenidən. Deməli, biz burada götürdük mə sual əvəzliyini, hansı ki, qeyri-aqillərlə işlənirdi, yəni cansızlarla. Cansızlarla işlənirdi, bunu qoya bilmirəm nədənsə. Cansızlarla işlənirdi, qeyri-aqil isimlərlə işlənirdi, yəni heyvanlarla, bitkilərlə və s. Burada isə deyir ki, mən həzə, yəni bu kimdir? Mən isə aqillərlə işlənir, yəni canlılarla. Məsələn, müəllim, Muhammed, Məryəm və s. Mən həzə, yəni bu kimdir? Tərcüməsi bu kimdir olacaq. Gəlin burada bizə verilmiş cümlələri oxuyaq. Mən həzə, bu kimdir? Cavabında isə deyir, həzə tabibun, bu həkimdir. Mən həzə, bu kimdir? Həzə vələdun, bu vələdun oğlan uşağı deməkdir. Yəni bu oğlan uşağıdır. Mən həzə, bu kimdir? Həzə talibun, bu tələbədir. Əhəzə vələdun, əhəzə vələdun deyir, bu oğlan uşağıdırmı? Cavabında isə deyir, lə, həzə raculun, bu kişidir. Tabibun, həkim deməkdir, təbib. Talibun isə tələbə deməkdir. Vələdun oğlan uşağı deməkdir. Raculun isə kişi deməkdir. Növbət səhifəyə keçid edirik. Mə həzə, bu nədir? Həzə məscidun, bu məsciddir. Mən həzə, bu kimdir? Həzə təcirun, bu tacirdir. Həzə kəlbun, bu ittir. Kəlbun it deməkdir. Əhəzə kəlbun, bu ittirmi? Bu ittirmi? Lə, xeyr. Həzə qittun, bu xeyr deyir, bu pişikdir. Xeyr, bu pişikdir. Həzə himərun, bu uzunqulaqdır. Əhəzə himərun, bu uzunqulaqdırmı? Lə, həzə hisanun, xeyr, bu atdır. Və mə həzə, bəs bu nədir? Və elə və kimi tərcümə olunur, bəs kimi tərcümə olunur, isə kimi tərcümə olunur. Və mə həzə, yəni bu kimdir, bəs bu kimdir? Üzr istəyirəm. Və mə həzə, bəs bu nədir? Kim yox. Mə deyir, mən demir. Və mə həzə, bəs bu nədir? Həzə cəməlun deyir, bu dəvədir. Mə həzə, bu nədir? Həzə dikun, bu xoruzdur. Dikun xoruz deməkdir. Cəməlun isə dəvə deməkdir. Bəzi şagirdlər deməli burada tabibun ilə talibunu qarışdırırlar. Tabibun həkim deməkdir, talibun isə tələbə və həmçinin burada cəməlun dəvə deməkdir və cəmilun sözü ilə qarışdırırlar. Cəmilun gözəl deməkdir. Cəmilun gözəl, cəməlun isə dəvə deməkdir. Və həmçinin burada himərun uzunqulaq, hisanun isə at deməkdir. Bu sözləri qarışdırmayın əziz şagirdlər. Əziz tələbələr. Davam edirik. Mən həzə, bu kimdir? Həzə müdərrisun, bu müəllimdir. Müdərrisun kişi müəllim deməkdir. Bu müəllimdir. İnşallah gələcək dərslərimizdə qadın müəllim nə deməkdir, onu da öyrənəcəyik. Yəni o dərslərdə inşallah ətraflı şəkildə götürəcəyik, izah edəcəyik inşallah. Əhəzə qamisun, bu köynəkdirmi? Lə, həzə mindilun. Xeyr, bu dəsmaldır. Mindilun dəsmal. Bəzən salfetka kimi tərcümə olunur. Mindilun dəsmal. Bu dəsmaldır. Həzə mindilun. Davam edirik inşallah. Burada isə iqra vaktub, yəni oxu və yaz. Həmçinin burada oxuyacaqsınız və tapşırıq dəftərinizə yazacaqsınız. Həmçinin burada gördüyünüz kimi hərəkəsiz qeyd olunub. Cümlələr burada hərəkəsiz qeyd olunub. Yəni bunun səbəbi də odur ki, tələbənin hərəkəsiz oxumağına, yəni onu öyrəşdirməkdir.
Mə həzə bu nədir? Həzə qələmun bu qələmdir. Həzə kəlbun bu ittir. Mən həzə bu kimdir? Həzə tabibun tabibun nə idi? Həkim. Talibun tələbə, tabibun həkim deməkdir. Həzə tabibun bu həkimdir. Həzə cəməlun bu dəvədir. Əhəzə kəlbun bu ittirmi? Burada hərfül istifham, yəni sual həmzəsi, sual ədatı gəlib. Biz ona görə də burada lə xeyir cavab ədatından istifadə etmişik. Əhəzə kəlbun bu ittirmi? Lə xeyir. Həzə qittun deyir bu, xeyir bu pişikdir. Əhəzə dikun bu xoruzdurmu? Nəam, bəli. Sən demək olar, nəam həzə dikun. Bəli, bu xoruzdur. Əhəzə hisanun bu attırmı? Lə xeyir. Həzə himərun deyir, xeyir bu uzunqulaqdır. Həzə mindilun bu dəsmaldır. Əhəzə vələdun nəam deyir ki, bu oğlan uşağıdırmı? Bəli. Mən həzə bu kimdir? Həzə raculun bu kişidir. Ümid edirik inşallah bura qədər hər şey aydındır. Sualınız yoxdur. Yəni varsa da inşallah şərh bölümündə bizlərə bildirməyi unutmayın. Belə, dərsimiz bura qədər. İnşallah ki, burada lüğət də verilməli idi. Amma nədənsə bu PDF-də lüğət verilməyib. Elə ikinci dərsə gəlir. Lüğət burada yoxdur. İnşallah ki, mən bir dənə videonu dayandırıb, lüğəti də qeyd edib videonu yekunlaşdıracağam. Burada yeni sözlər, əl-kəlimətül cədidə, yeni sözlər digər bir PDF-dən sizin üçün burada yerləşdirdim. İnşallah ümid edirəm videoda sözlər balaca görsənmir. Həzə bu, yəni birinci dərsin lüğətidir. Həzə bu. Mə nə deməkdir? Qeyri-aqillərlə işlənir, sual əvəzlidir. Mən kim? Aqillərlə işlənir, yəni canlılarla. Və bağlayıcıdır, yəni və isə deməkdir, bəs kimlə tərcümə olunur. Məsələn, və mə həzə, bəs bu nədir? Beytun ev, məscidun məscid, kitabun kitab, vələdun oğlan uşağı, raculun kişi, təcirun tacir, kəlbun it, qittun pişik, himərun uzunqulaq, hisanun at, bəbun qapı, qələmun qələm, miftəhun açar, məktəbun yazı masası və yaxud yazı stolu, talibun tələbə, sərirun çarpayı, kursiyun stul oturacaq və yaxud kürsü, nəcmun ulduz, tabibun həkim, cəməlun dəvə, dikun xoruz. Burada bir şey qeyd edək, yenə də dərsdə dedim. Cəməlun ilə cəmilun sözünü qarışdırmayın. Cəmilun gözəl deməkdir, cəməlun isə dəvə deməkdir. Dikun xoruz, müdərrisun kişi müəllim, mindilun dəsmal, qamisun köynək. Cavab ədatları nəam bəli, lə xeyir deməkdir. Belə əziz müsəlmanlar, inşallah əziz izləyicilər, inşallah qaranlıq qalan sualınız oldusa, bizimlə fikirlərinizi şərh bölümündə bizlərə bildirməyi unutmayın. Rəbbimiz Allah Əzə və Cəllə bu videonu bütün müsəlmanlar üçün faydalı etsin və bu dili öyrənməkdə bizlərə yardım etsin. Allahumma əmin. İnşallah digər videoda görüşmək ümidi ilə. Əssəlamu aleykum və rəhmətullah.